Avropa ölkələri Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump'ın Qrenlandiya ətrafındakı vəziyyətlə əlaqədar bir neçə Avropa ölkəsinə artırılmış tariflər tətbiq etmək qərarına kəskin reaksiya verib. Müstəqil AS xəbər verir ki, Finlandiya prezidenti Alexander Stubb bu cür tədbirlərin transatlantik münasibətləri sarsıtdığını və təhlükəli eskalasiya riski yaratdığını bildirib. O, müttəfiqlər arasındakı fikir ayrılıqlarının təzyiq yox, dialoq yolu ilə həll edilməli olduğunu vurğulayıb, habelə Danimarka və Qrenlandiyaya dəstəyini ifadə edərək, ərazi bütövlüyü və suverenlik prinsiplərinə sadiqliyini bir daha təsdiqləyib. İsveç də bu təhdidləri kəskin tənqid edib. Bu ölkənin maliyyə naziri Elizabeth Svantesson Amerika Birləşmiş Ştatlarının tarif təhdidlərini absurd adlandırıb və Qrenlandiya üzərində nəzarəti ələ keçirmək üçün rüsumlardan təzyiq vasitəsi kimi istifadə etməyin məsuliyyətsizlik olduğunu bildirib. Onun sözlərinə görə İsveç və Avropa İttifaqı şantaj olunmağa imkan verməyəcək, lakin buna qarşı İttifaqın digər ölkələri ilə əlaqələndirilmiş şəkildə cavab tədbirləri görülməlidir. Bu arada Avropa İttifaqı daxilində sərt cavab çağırışları artmaqdadır. Sənaye nümayəndələri və siyasətçilər Amerika şirkətlərinə dövlət satın almalarına, investisiyalara və patentlərə çıxış, eləcə də Avropa İttifaqından Amerika Birləşmiş Ştatlarına malların ixracına qadağalar və ya məhdudiyyətlər qoyan Brüsselin məcburiyyət əleyhinə alətindən istifadəni təklif edirlər. Avropa parlamentindəki əsas fraksiyalarda Vaşinqtonun tarif təhdidləri davam etdiyi müddətcə Avropa İttifaqı ilə Amerika Birləşmiş Ştatları arasında ticarət sazişini dəstəkləməyəcəklərini bildiriblər. Gərginliyin artmasına baxmayaraq, Avropa liderləri Avropa İttifaqı daxilində birliyin və Amerika Birləşmiş Ştatları ilə siyasi dialoqun davam etdirilməsinin vacibliyini vurğulayaraq, ticarət qarşıdurmasının transatlantik münasibətlər üçün uzun müddətli mənfi nəticələrə səbəb ola biləcəyi barədə xəbərdarlıq edirlər. Xatırladaq ki, fevralın 1-dən etibarən Finlandiya, Danimarka, İsveç, Norveç, Fransa, Almaniya, Birləşmiş Krallıq və Niderlanddan Amerika Birləşmiş Ştatlarına ixrac olunan mallara 10%lik rüsumlar tətbiq olunacaq və iyunun 1-dən etibarən bu tarif dərəcəsinin 25%-ə qədər artırılması gözlənilir.